dostum. Ve oradan geldim, dünene gittim Lənkəranda. Bir gözəl dəniz qırağına Astalya, belə bir cüşədi istirahət. Ay Allah, nə gözəl cüşə, çox gözəl. Yəni orada o cüşələr, mən xaricdə olan o cüşələr mən yerlərə dəyişmərəm. Əlbəttə. Çünki həm də burada vətənin havası var. Orada da Yuxarı Nüvədi kəndinin, orada cavanlarının 31 illik orta məktəb qutarmaqlarının bir yerdə yığılmış. İl dönümüydü. İl dönümüydü, 31 illik, bəli. Orada Tinatın müəllimə var, məktəblər, onların müəllimələri olub. Allah insan da oradan da müəllimin adına layiq, onda o səviyyə, o insanlıq, o qrup, o qədər mənim xoşum gəldi. Əsl millilik, əsl o Azərbaycançılıq, o Talış xalqının qadasını alım. Yəni özlərində uyğun süfrədə nələr vardı orada. Çox zəngindir. Mən də getdim orada qəşəng iştirak elədim. Orada sağ olsun. Gör oğlanlara bak, hamısı da o oğlanlar, o sinifində oğlanlara maşallah hərəsi bir yüksək yerdə işləyirlər. Cəmləşir orada, xanımlar da gətirmişlər ora. Bazı qardaşlar oturub, özüm də xatirəyə daldım, öz məktəblərim yadıma saldım. Çox, bu gözəl bir adətdir. Bunu elə hamısı eləsə, nə gözəl olar. Hamısı salam deyirəm, Tinatın müəllimə, var ol. Sizin o tərbiyə edəcən, o oğullar, adlarını çəkməyə bilirəm, ehtiyac yoxdur. Çox danışmaq da olmaz da, efirdir. Hamımızın qadasını alın. Halal olsun Yuxarı Nüvədi məktəbinin o gözəl kollektivinə. Mübariz, öpürəm sizi, Əli, öpürəm sizi, Emin, hamımızın qadasını alıb. Natiq vardı orada, hamısının adı yadındadır. Fərid vardı, Fərid də sizin ilə camiyanın adamıdır, sait rəhbərdir. Çox deyəcəm, bir yerində olan cavanlarımızdır. Hamımızı var olun bana. Allah hər birinin canını sağ eləsin. Nə gözəl ki, Yusif müəllim bizim sənətkarımız elə gəzməyə öz ölkəmizi seçib, istirahətə öz ölkəmizi seçib. Maşallah, ölkəmizin hər göşəsi gözəldir, günü gündən də gözəllər.